Buraxılış imtahanı asanmı yoxsa çətinmi düşəcək? Əziz şagirdlər, əziz valideynlər, son günlərin ən aktual mövzularından biri də budur. Şagirdlər buraxılış imtahanından necə düşəcəyindən qorxur. Lakin bir şey qeyd edim ki, buraxılış imtahanının nə dərəcədə çətinliklə düşməsi şagirdlərin qəbul olmasına çox da bir təsir etmir. Sadəcə burada məsələ nədən ibarətdir? İmtahan asan düşdükdə ballar qalxır, yəni artıq səviyyə fərqi çox da bilinmir. İmtahan çətin düşdükdə isə ballar enir, yəni ümumi olaraq az bal toplanır. Yəni buradan xülasə olaraq nəyi nəzərdə tuturuq? İmtahanın çətin yoxsa asan düşməsi sizin toplayacağınız bala təsir edir. Amma düşünmək lazımdır ki, sizinlə yanaşı neçə şagird də eyni imtahana girir. Yəni o imtahan sizin üçün çətin olduqda digərləri üçün də çətin olur. Sizin üçün asan olduqda digərləri üçün də asan olur. Bəs yaxşı, qəbul prosesi necə aparılır deyə soruşduğunuzu eşidirəm. Baxın, tutalım ki, universitetdə qəbul olmaq üçün 80 yer ayrılıb. Yəni 80 şagird universitetə qəbul ola bilər. Amma o 80 yer üzərində 100 nəfər yarışma aparır. Yəni 100 nəfər mübarizə aparır. O zaman məlum məsələdir ki, 80 nəfər qəbul olacaq, 20 nəfər isə qəbul ola bilməyəcək. Bəs yaxşı, o 80 nəfər necə seçirlər? Burada isə o 100 nəfərdən ən çox toplayan birinci nəfərdən sırasıyla ən çox toplayan 80-ci nəfərə kimi şagirdləri seçirlər.